Salam, hər vaxtınız xeyir olsun əziz kanal izləyiciləri. Bu gün OTK və Müstəqil Qiymətləndirmə Mərkəzinin blok fənlər üzrə sınaq imtahanı nömrə 4 təşkil olundu 10 may tarixində 11-ci siniflər üçün. Gəlin indi isə sizlə 11-ci siniflər üçün birinci blok informatika fənnindən olan sualların izahlarına baxaq. Birinci sualda bizə deyir ki, HTML kodlarının hansında şəkil web səhifədə əks olunmadıqda no image mətni görünər. No image mətnin görünməsi üçün bunun alt atributuna mənimsənməsi lazımdır həmin ifadənin. Bizdə də alt atributu D və Y variantlarında var. D, Y variantında yazılış şəkli alt və atributu birlikdə dırnaq içərisində verib. Doğru deyil. Bizdə cavabımız olacaq D variantı. Çatdırılma xidməti verilənlər bazasının 2 əlaqəli cədvəldən ibarətdir. Kuryerin Nərimanov küçəsinə çatdırmalı olduğu məhsulların ümumi məbləği. Deməli, burada neçə nəfər var? 6 nəfər. Həmin 6 nəfər cədvəldə də siyahı ilə verilibdir. Deməli, Nərimanova birinci şəxs, Əliyeva BV, deməli bu çay sifariş verib. 2 qutu, cəmi 100 manatlıq sifariş veribdir. Və bir də Məmmədova sifariş verib Nərimanova. Üçüncü şəxsdə Nərimanova deməli bir banka bal sifariş verib. Bunun da cəmi məbləği 200 manatdır. Ümumi məbləğdə Nərimanova 300 manat olacaq. Bu da olur bizdə D variantı 62-ci sualda. Ondan sonra gəldik, baxdıq 63-cü suala. Deyir ki, blok sxem fraqmentində sual işarəsinin yerinə. Deməli, bu 1-dən 49-a qədər tək ədədləri cəmləyib də. Onda biz şərt verəndə i-nin qiymətini 1 veribsə, nə yazmalıyıq bura? Proses kiçik bərabər 49 olana qədər davam eləməlidir ki, hər dəfə bu şərt yoxlanmalıdır ki, hər dəfə i-ni 2 vahid artırmalıdır və hər dəfə i-ni s-in üzərinə əlavə eləməlidir. Və i kiçikdir bərabərdir 49 olmayanda da proses dövrdən çıxacaq. I kiçik bərabər 49-da bizə A variantında verilib. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. M18, S isə 0-dır. Deməli, bizdə nə iniyibdir? Əgər M-in 2-yə bölünməsindən alınan qalıq 0-dırsa, bu şərt ödəyir. S-i 2 vahid artırdım. Daha sonra M-in 3-ə bölünməsindən alınan qalıq 0-dır, bu şərt də ödədi. S-i 3 vahid artırdı. Daha sonra gəldi bu şərtə. M-in 5-ə bölünməsindən alınan qalıq 0-dır, bu ödənmədi. Elfi yoxladı. 4-ə bölünməsindən alınan qalıq 0-dır, bu da ödəmədi. Əks haldıya baxır. Əks halda da S-in üstünə 6 gəlir. S-in üstünə 6 gəldi. Deməli, burada bu if ödənibdir deyə bu elsə baxmayacaq. Ən sonda S-in üstünə M-i əlavə eləyəcəyik. M-in prosesdə M-in qiyməti dəyişmədiyinə görə üzərinə bir də 18-i əlavə elədik. Bu da bizə nə verdi? 29 verdi. 64-cü sualda da cavabımız B variantı olar. Sonra gəldik, baxdıq 65-ci suala. Monitor çıxış qurğusudur. Bunu düz deyir, doğru. Sonra klaviatura giriş qurğusudur, giriş-çıxış deyil. SSD xarici yaddaş qurğusudur, doğru. Prosesorun nüvə sayı məhsuldarlığa təsir eləyir, yanlış. RAM məlumatların uzun müddətli saxlanılması üçün yanlış. RAM əməli yaddaşdır, informasiyanı uzun müddət yadda saxlaya bilməz. Əməliyyat sistem proqram təminatına aiddir, doğru. 1, 3, 6, 65-də cavabımız A variantı. 66. Sezar şifrinin əsas prinsipi nədir? Elə burada cavabımız hər simvol sabit sayda mövqeydəki simvolla əvəz edilir. 66-cı sualda cavabımız A variantı olacaq. 67. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Nə veribdir burada bizə? 2 siyahı verib. Deyir ki, for i in range 0-dan len s-ə qədər. Yəni, i-nin aldığı qiymətlər 0, 1, 2 olacaq. Və deyir ki, C.insert i-inci mövqeyinə si vurulsun, i plus 1-i əlavə elə. Deməli, s-in 0, 1, 2 nömrələdik. Deyir ki, c-nin əlavə elə, i-nin birinci qiyməti 0-dır da. C-də də ancaq 1, 1, 1 var.
C-nin 0-cı mövqeyinə, yəni birinci simvolunun yerinə S-i-ni, S-in 0-cısını əlavə elə və i-nin üstünə 1 gəl. Deməli, i 0-dır. 0 ilə 1-i topladım, elədi 1. 1-i S-i-yə vurdum, elədi x. Və 0-cı mövqeyə x-i əlavə elədim. Elə bir, bax, 0 qiymətində olacaq x, sonra 1, 1, 1. Bax, belə olacaq. Yəni, siyahı bu şəklə gəlib düşəcək. Birinci i-nin 0 qiymətində. Sonra gəldik, baxdıq. i-nin 1 qiymətini götürəcəyik. Yəni, c-nin birinci mövqeyinə 0, birinci mövqeyə gəlib düşür burada, düzdür. Bax, artıq siyahı bu şəkildədir axı. i-nin birinci mövqeyinə əlavə elə s1 vurulsun i plus 1, yəni 1 plus 1. s-i vurulsun 2. s1 y-dir. Bu da 2 verir deyə 2-ni y-ə vuranda olacaq x. X-dən sonra birinci mövqeyə 2 dənə y əlavə olunacaq və sonra 1, 1, 1 yenə də davam eləyəcək. Daha sonra isə i-nin 2 qiymətində ikinci mövqeyə, indi gəldim 0, 1, ikinci mövqeyə. İkinci mövqeyə də gəlib əlavə eləyəcək. İkinci mövqeyə də gəlib əlavə eləyəcək. Deməli, bizdə s-i vurulsun, yəni s-in ikincisi z-dir də. 3 dənə z. İkinci mövqeyə 3 dənə z əlavə eləyəcək. 3 dənə də z əlavə eləyəndə burada cavabımız nə olacaq? Burada nəsə bir yanlışlıq varmı? Deməli, bir dəqiqə. S-in ikinci mövqeyinə burada belə eləyəcək. Bir dənə də baxaq biz buna. Bir dənə bunu yeniləyim. Təzədən bir də baxıb nəsə. Deməli, bizdə S siyahısı verilibdir. X, Y, Z olaraq. Gəlin bunu lap ataq digər tərəfə daha dəqiq baxaq. Deməli, baxaq. Burada bizə i-nin aldığı qiymətlər dedik ki, nə olacaq? 0-dan N-ə qədər, N-də 3 dənə element var. i alacaq 0-ı, 1-i və 2-ni. Əvvəlcə başladım 0-dan. Əməliyyat nə deyir mənə? C.insert, yəni deyir ki, C siyahısına əlavə elə 0-cı indeksin yerinə S-i, yəni S0 vurulsun i plus 1, yəni 0 plus 1. Bu bizə nə verəcək? C siyahısının hal-hazırda vəziyyəti belədir. 1, 1 və 1. Burada 0, 1, 2. 0-cı indeks 1-dir də. S0-ın da qiyməti nədir? X-dir. X-i 1-ə vursam X eləyir. 0-cı indeksin yerinə X-i əlavə edirəm. Yəni elə bir C siyahısı olacaq belə. X 0-cı indeksin yerinə əlavə elədim. Sonra qalanların ardıcıllıqla 1, 1, 1 bu şəkildə düzdüm. Sonra qayıtdım dövrə, i-nin bir qiymətini götürdüm. i-nin bir qiymətində C-yə insert əlavə elə hansı mövqedən 0-1-ci indeksin yerinə i-yə 1 demişəm axı. Onda burada da olacaq S1 vurulsun 1 plus 1. Yəni i plus 1, i1 isə 1 plus 1, 2. Deməli, bu da nə olacaq? Hal-hazırda siyahımız budur da. 0, 1, 2, 3 nömrələsək, birinci indeksin yerində 1 durur. Bax, bu 1-in yerinə gəlib S1-i. S1-də 0, 1, 2, Y-dir də və onu da 2-yə vurub deyə 2 dənə Y əlavə eləyəcək. Yəni, X-dən sonra gəlib olacaq 2 dənə Y, gəlib olacaq 2 dənə Y. Sonra təzələnən 1, 1, 1. Bax, bu şəkildə. Sonra 0, 1, 2, 3, 4 nömrələdik. Təzədən C-yə insert əlavə eləyəcək i-nin 2 qiymətində. Yəni, ikinci indeksin yerinə S-in ikinci indeksi vurulsun 2 plus 1, 3. S-in ikinci indeksi də Z-dir. Yəni, gəlib siyahımızın son vəziyyəti belə olacaq. X, Y, Y. Ondan sonra 0, 1, ikinci indeks yenə budur da. Onun yerinə 3 dənə Z əlavə eləyəcək. 3 dənə Z və daha sonra 1, 1, 1. Burada da
Axırda join verib, joinlə də bunları gəlib birləşdirəcək. Cavabımız olacaq B variantı. Burada da sualımızın cavabı oldu B. 67-dir. 68-ci sualda Python dilində yazılmış proqramın yerinə yetirilməsi nəticəsində 26 qiyməti çap olunubsa, klaviaturadan hansı ədəd daxil edilmişdir? Deməli, gəlib burada baxsaq, x-in qiymətinin nə olduğunu bilmirəm. Y bərabərdir x minus 8. Sonra x bərabərdir 2y çıxılsın x bölək 2 və y bərabərdir x üstəgələk y və nəticədə 26 qiyməti çap olunubdur. İndi biz gəldik, baxdıq. Burada x-in yerinə biz gətirib misal üçün yuxarıdan aşağıya əvəzləmələr aparsaq. Y-in yerinə x minus 8 yazsaq, məsələn, bu əvəzləməni gətirib aşağıda yerinə yazsaq burada. Desək ki, x bərabərdir 2 vurulsun x minus 8 çıxılsın x bölək 2. Bunu da sadələşdirsək, bu bizə nə verər? 2x minus 16 minus 2 x bölək 2. Bunları da sadələşdirsək, bu bizə verər 4x-dən x-in çıxsaq 3x minus 32. Biz bunu bu x-i aldıq. Və gətirib bunları aşağıda yerinə yazsaq, x-in qiymətin və y-in qiymətin burada nəzərə alsaq, x-dən asılı bir tənlik alarıq. Yəni necə? Bu x yuxarıdakı x-dir və onun da əvəzləməsi 3x minus 32 böl 2-dir. 3x minus 32 bölünsün 2 üstə gələk. Y-in də yerinə x minus 8 bərabər eləyək 26-ya. Bunun da hər tərəfini 2-yə vuraq görək. 3x minus 32 üstə gələk 2x minus 16 bərabərdir 26-nı 2-yə vurduq, aldıq 52. Buradan 5x minus 48 bərabər 52-dirsə, buradan 5x bərabərdir 100-ə və x də bərabərdir 20-yə. X-ə gəldi 20 tapdıq. İndi gəldik, baxdıq, yoxlayaq görək, əgər biz bura 20 daxil edəsək, bu y-in qiyməti 20 çıx 8, 12 olacaq. 12-ni 2-yə vursaq 24, 24-dən də 10-un çıxsaq, qalacaq 14 və x plus y-i hesablasaq, burada da 12 ilə 14-ün cəmi 26 verəcək. Deməli, 68-də cavabımız A variantıdır. 69-cu sualda elektron cədvəldən fraqment verilmişdir. D3 xanasındakı düsturu C4-ə köçürdükdən sonra C4 xanasında hansı qiymət alınır? Deməli, biz D3-dən C4-ə sürüşdürmə eləyəndə, burada bizim hərfimiz, hərf sütun dəyişikliyidir də, hərfimiz bir geriyə gedibdir, D-dən C-yə, rəqəmimiz də sətrin dəyişikliyidir, rəqəmimiz də bir irəliyə gedibdir. Deməli, düstur D3-də belədir, bərabərdir B dollar 2 üstə gələk dollar B3 və biz bunu C4-ə sürüşdürəndə nə olacaq? Olacaq, hərfdə bir geriyə gedəcəm, olacaq, deməli, A, B-dən bir geriyə gedəndə A, bunun dollar 2-si mütləqdir deyə dəyişmir, nisbi hissəsini dəyişdim. Və burada da hərfi dəyişə bilməyəcəm, mütləq verilib, rəqəmdə bir irəli gedəcəm. Nə oldu? A dollar 2 üstəgəl dollar B4. Yəni A2 ilə B4-ün cəminə baxmalıyam. Bu da mənə 5000 və 20 cəmləyəcəm, 5020 verəcək. A2 ilə B4-ün qiymətləri. Deməli, bizə nə veribdir? 70-də elektron cədvəl fraqmentinə əsasən Y1, Y4 diapazonuna uyğun aşağıdakı diaqramın qurulması üçün D1 xanasına hansı ədəd daxil edilməlidir? Deməli, bizdə Y1, Y4 diapazonuna uyğun. Yəni, bura Y1, bura Y2, bura Y2, bura Y3, burada Y4 olmalıdır da. Deməli, bu istiqamətdə diapazon verilənləri saat əqrəb istiqamətində yerləşdirildi. İndi biz gəlib hesablayaq görək bunların qiymətləri nədir? Y1-in qiyməti Y1 bərabərdir B2 vuraq D1. B2 4-dür,
B1 də bilmirəm neçədir. Deyirəm x-dir məsələn. Bölək A1. A1-ə də yazılıb C1-in qiyməti, yəni 4. Yəni bu B2 vuraq. Bu Y1-in qiyməti 4 vurulsun x bölünsün 4 deməkdir. Yəni Y1-in qiyməti elə x-ə bərabər deməkdir də bu. Sonra Y2. Y2-nin qiyməti 2Y1-dir, yəni 2x-dir. Sonra Y3-ün qiymətinə baxırıq. Y3-ün qiyməti B1 bölək 2, yəni x bölək 2 vuraq A3-dür. Bu vuraq, yox vuraq deyil, çıxağa oxşuyur bu. Çünki vuraq ulduz işarəsi ilə göstərilir. B1 bölək 2, yəni x bölək 2 çıxaq x bölü 2 çıx A3. A3-ün də qiyməti nəyə bərabərdir? 10-a. Sonra Y4-ün də qiyməti nəyə bərabərdir? Y4-ün də qiyməti C5-ə bərabərdir. C5-də də nə veribdir? Sam A2-dən A4-ə qədər. Sam A2-dən A4-ə qədər də 16, 34, 50, 60. Y4-ün də qiyməti 60-a bərabərdir. Bizdən nə istəyir? Bizdən istəyir, deməli, D1 xanasına hansı ədəd daxil edilməlidir? Mən Y1-i tapsam, elə D1-in də qiymətini tapmış oluram da. Ona görə Y4-ün 15% olduğunu görürəm. Deyirəm ki, 60-15%dirsə, 60-15%dirsə, Y1-i tapsam, D1-i tapmış olacam. X də 25%dir. Bax, gəldim belə dedim. Bunu da çarpaz tənasib vurub həll eləsəm, x bərabərdir 60 vurulsun 25 bölünsün 15. Bunlar ixtisar getdi. 4, 4-ü 25-ə vuranda nə verdi bizə? 100. 70-ci sualda cavabımız A variantı olar. D1 xanasına 100 daxil olunmalıdır. 71-ci sualda verilmiş sorğular nəticəsində internetdə tapılmış səhifələrin sayı verilibdir. Bizə deyir ki, printer və plotter sorğusu üzrə neçə minlərlə səhifə tapılar. Deməli, gəlin baxaq biz burada nə edəcəyik? Gəlirik burada. Printer and speaker, printer, scanner, plotter, printer and plotter and scanner. Deməli, biz gəlin burada Venn diaqramımızı çəkək. Venn diaqramımızı çəkdikdən sonra deməli, burada nə edirik? Printer, plotter, scanner. Bura qeyd edirik 50. Bura qeyd edirik 50. Printerlə scanner 200-dür. Bunları da qeyd eləyək. Məsələn, bura olsun printer. Bura olsun scanner və burada olsun plotter. Burada olsun plotter. Deməli, burada printer and scanner 200-dürsə, bu üçünün kəsişməsi 50. Onda bura qalacaq printerlə scannerin kəsişməsinə 150. 150. İndi bizə verib printer and scanner or printer and plotter 600. Yəni printerlə scannerin kəsişməsi, yəni baba bu üçünün cəmi elə bir printer scanner bu hissə və bir də printer plotter hissəsi cəmi 600 verməlidir. Bunun 200-ün burada görürəmsə, deməli bura nə olmalıdır? 400 olmalıdır ki, bunların birləşməsi mənə cəmi 600 versin də. Məndən də printer plotter sorğusunu soruşur, kəsişməsin. Printerlə plotterin kəsişməsi bu hissədir. Bu da bizə nə verməlidir? 450. 450 də hansı variantdadır? C variantındadır. Burada da sualımızın cavabı bizdə olacaq C variantı. 72-ci suala baxsaq, 72-ci sualda bizə nə deyir? Onluq say sistemində ifadənin qiymətini 16-lıq say sistemində müəyyən edin. Gəlin müəyyənləşdirməyə çalışaq. Görək biz bunu necə müəyyən eləyə bilərik. Bunları sildim. Deməli, bizə nə veribdir? Bizə verib ki, 126-nın kvadratı plus 65-in kvadratı plus 2 üstü 9. İfadəsinin qiymətini 16-lıq say sistemində müəyyən edin. Birinci, gəlin bu ifadəni sadələşdirməyə çalışaq. Deməli, bunu 126-nın kvadratın 128 çıx 2-nin kvadratı kimi yazsam, üstə gələk bunu da 64 plus 1-in kvadratı kimi yazsam və vur 2 üstü 9 desəm və bunları sadələşdirməyə cəhd eləsəm müxtasar vurma düsturlarına görə. Deməli, burada nə olacaq? 2 üstü 7 çıx 2 üstü 1-in kvadratı üstə gələk.
2 üstü 6 plus 1'in kvadratı vurulsun 2 üstü 9. Bu da bərabərdir. Birincinin kvadratı 2 üstü 14. Hasillərinin 2 misli 2 üstü 9 çıxılsın. Demə, üstə gələ ikincinin kvadratı. Və bunu vurub atsaq 2 üstü 12. İndi birbaşa birincinin kvadratı 2 üstü 12'dir. 2 üstü 9'a da vuranda bu da bizə verəcək 2 üstü 21. Yəni da bir də bunu elə birbaşa gəlib yazacağım. Birincinin kvadratı verdi mənə 2 üstü 12. 9'a vurdum aldım 2 üstü 21. Hasillərinin 2 misli 2 üstü 6'nı 1'e vuranda 2 üstü 6, 2 misli 2 üstü 7, 2 üstü 9'a vuranda 2 üstü 16. Sonra üstə gələk 1'in kvadratı 1, 2 üstü 9'a vuranda yenə də bizə verəcək 2 üstü 9. Bu 2 üstü 9 mənfi müsbət. Bunlar getdi. Yerdə nə qaldı? 2 üstü 21, üstə gələk 2 üstü 16, üstə gələk 2 üstü 14, üstə gələk 2'nin kvadratı. Nə istəyirdi? İfadəsini 16'lıq say sistemində. Bu cür cəmləri də 16'lıq say sisteminə çevirəndə qüvvəti götürürsünüz. Məsələn, birinci 2 üstü 21'i çevirirəm. Qüvvəti götürürsünüz, bölürsünüz 4'ə. Çünki 16'lıq rəqəmin bir simvolu 4 bitdir. 21'i 4'ə böləndə 5 düşür, qalıqda qalır 1. Bax, bu qalığı qoyursunuz həmişə 2'nin qüvvətinə. 2 üstü 1 2'dir. Tam hissənin sayda sıfırların sayıdır. Yəni, bu 2 üstü 21'i çevirəndə birinci rəqəm 2 olacaq. Yanında da 5 dənə sıfır olacaq. 16'lıq say sistemində əvəzləməsi bu olacaq. 2 yanında 5 dənə sıfır 16'lıqda. Bu 2 üstü 21'in qarşılığıdır. Sonra gəldim 2 üstü 16'nı. 16'nı böldüm 4'ə. 4 düşdü. Qalıqda heç nə qalmadı. Deməli, burada 2 üstü 0 1 verəcək. Yanında da 4 dənə 0. Qalığı həmişə qoyursunuz 2'nin qüvvətinə. Tam hissəndə sıfırların sayı kimi yazırsınız. Sonra gəldim 2 üstü 14. 14'ü böldüm 4'ə. 3 düşdü. Qalıqda qaldı 2. 2 üstü 2 4. Yanına da 3 dənə tam hissənin sayı qədər 0. Bu da 2 üstü 14'ün qarşılığıdır. Və 2 üstü 2 də elə 4'dür. Bu 16'lıq say sistemində mövcuddur bu bir rəqəm kimi. Ona görə də bunları gəlib cəmləyəndə 2, 1, 4, 0, 0, 4, 16'lıq nəticə alacam. 2, 1, 4, 0, 0, 4 də bizdə B variantında verilib. 72-ci sualda cavabımız B variantı olar. İnformasiyanın xassələrini seçin. İnformasiyanın xassələri kütləvilik alqoritmdə var. Xəttlilik xassəsi yoxdur. Diskretlik alqoritmdə var. Yerdə qalır 3, 5, 6. Bunlar informasiyanın xassələridir. Aktuallıq cari zamanına uyğunluqdur. Tamlıq informasiyanın əldə yetəri qədər olmasıdır qərar qəbul etmək üçün. Etibarlılıq informasiyanın bir neçə mənbədə öz təsdiqini tapmasıdır. Deməli, qraf şəklində, bu sual da toplu ekvivalentində bir sualdır. Topluda demək olar ki, indiyənə qədər yazdığımız sualların hər biri toplu modelində olan suallardır. Deməli, bizə nə deyir? A məntəqəsindən C məntəqəsinə və D məntəqəsindən G məntəqəsinə qədər yolların uzunluqlarını müəyyənləşdirin. Deməli, burada nə edirik? Mən birinci baxıram, A təpəsindən 2 yol, B təpəsindən 2 yol, D təpəsindən 3 yol, F təpəsindən 3 yol, Y təpəsindən 3 yol, C təpəsindən 3 yol çıxır. C təpəsindən də 3 yol çıxır. Onda buradan baxıram, 1 təpəsindən 3 yol çıxır, 2 təpəsindən 2 yol, 3 təpəsindən 3 yol, 4 təpəsindən 2 yol, 5 təpəsindən 3 yol, 6 təpəsindən 3 yol, 7 təpəsindən 2 yol çıxır. 7 təpəsindən 2 yol. Buradan mən nəsə səhv yazmadım. 2 yol, 2 yol, 7 təpəsindən 2 yol. Mən bura Y-yə 3 yazmışam. Yanlışlıq vardı da. Bura 3 olmalı deyil. Bura 2 olmalıdır. Bura 2'dir. Aha. İndi biz gəldik, baxdıq. Onda bunları da yazaq. 1-dən 3 yol, 2-dən 2 yol, 3 yol, 2 yol, 3 yol, 2 yol və bir də 2 yol. İndi mənim burada ən rahat tapmalı olduğum bir dənə Y-dir. Çünki Y bu 2 yalnız üçlərlə əlaqəlidir. Mən elə bir 2 axtarıram ki, o yalnız üçlərlə əlaqəli olsun. Məsələn, mən bu 2-yə baxsam, bu 2 yalnız
2-lərlə 1-2, 1-3 ilə əlaqəlidir. Bura 3 olmalıdır. Mən bunu səhv yazmışam. Aha. Mən bu 2-yə baxsam, bu 2 2 və 3 ilə əlaqəlidir. Deməli, bu 2 Y ola bilməz. Amma bu 2-yə baxsam, bu 2 də 3 ilə və 2 ilə əlaqəlidir. Deməli, bu da Y ola bilməz. Amma baxın, sonuncu 7-yə baxın. 7 yalnız 3-lərlə əlaqəlidir. Deməli, bax bu 7 mütləq Y olmalıdır. Burada Y yazdım, burada Y yazdım ki, Y mütləq 7 olmalıdır ki, çünki 7-nin əlaqəsi ancaq 3-lərlədir. 3 təpəli əlaqəlidir. Sonra gəldik, baxdıq. Y-ni tapdıq, tutaq ki. Y-dən sonra biz bir də gəlib tapa bilərik, misal üçün, C-ni. Bütün 3 təpələrin F-dir, D-dir, C-dir. Bunların hər birinin əlaqəsində 2 var. Amma C-nin əlaqəsində yalnız 3-lər var. Deməli, mən elə bir 3 axtarmalıyam ki, onun əlaqəsi yalnız 3-lərlə olsun. Məsələn, birinci 3-ə baxıram, əlaqəsində 2 var. İkinci 3-ə baxıram, əlaqəsində 2 var. Üçüncü 3-ə baxıram, bax, burada 3 əlaqə var. Sonra burada 3 əlaqə var. Bir də burada 3 əlaqə var. Bax, bu 5 təpəsi də C olmalıdır. 5 təpəsinə də gəldim, qeyd elədim C. C-ni də tapdım. Çünki C-nin əlaqəsi olan 3 təpə ilə əlaqəlidir. C-nin əlaqəsi olan 3 təpə ilə əlaqəlidir. Və C-nin əlaqəsi olan 3 təpə ilə əlaqəlidir. Bunları da tapdıq. İndi gəlib baxırıq biz nəyə? Biz baxırıq Y ilə, həm Y ilə, həm C ilə əlaqəsi olan, həm Y, həm C ilə əlaqəsi olan. Burada deməli mən 5-ə C dedim də. Bu 5-ə də gətirdim, C yazdım. Y ilə C ilə əlaqəsi olan və bir də 2 əlaqəsi olan başqa nə var? Y ilə C ilə əlaqəsi olsun və bir də 2 ilə əlaqəsi olsun. Elə biri varmı? Deməli, bircə dəqiqə. Y-də 2 əlaqədir. C-də 3 əlaqədir. Bəs bu 2 əlaqəli nədir? 30, 21. Y ilə C ilə əlaqəsi olub, başqa 2 əlaqəsi olan yoxdur axı burada. Bu cədvəldə bir yanlışlıq mı var, yoxsa mən yanlış baxıram? Deməli, bir dəqiqə. Bir dənə də yeniləyək, təzədən bir də baxaq. Deməli, Y-nin 2 əlaqəsi var, C-nin 3 əlaqəsi var, A-nın 2 əlaqəsi var, B-nin 2 əlaqəsi var, D-nin 3, F-in 3, C-nin də 3 əlaqəsi var. 1, 3 dənə təpə ilə əlaqəlidir. 2, 2 təpə ilə əlaqəlidir. 3, 3 təpə ilə əlaqəlidir. 4, 2 təpə ilə. 5, 3 təpə ilə əlaqəlidir. 6, 3 təpə ilə əlaqəlidir və 7, 2 təpə ilə əlaqəlidir. Eyni şəkildə 3, 2, 3, 3, 2, 3, daha sonra 2, 3, 3 və bir də 2. Biz birinci dedik ki, Y-ni rahat tapa bilərik. Y-nin əlaqəsi yalnız 3-lərləndir. Yəni, mən elə bir 2 axtarmalıyam ki, onun əlaqəsi yalnız 3-lərlə olsun. Məsələn, bu 2-ni götürsəm, bu 2-nin əlaqəsi 3-ləndir və bir də 2 iləndir. Ona görə bunu mən Y deyə bilmirəm. Buna baxsam, bunun əlaqəsində 3 və 2 var, bu 2-də. Amma bu 2-yə baxsam, bunun əlaqəsində yalnız 3-lər var. Yalnız bu 2-nin əlaqəsində yalnız 3-lər var. Deməli, 7-yə mütləq Y deməliyəm. 7-yə Y dedim. 7-yə Y dedik. Bu getdi. Sonra gəlib baxırıq C. C-nin də əlaqəsi yalnız 3-lərləndir. Elə bir 3 axtarmalıyam ki, əlaqəsində yalnız 3 olsun. Burada gəldim, baxdım. Bu 3-ün əlaqəsində 2 var. Bu 3-ün əlaqəsində 2 var. Bu 3-ün əlaqəsində 3-dür. 3-dür və bir də 3-dür. Deməli, burada C deməliyəm də. Çünki bunun əlaqəsi yalnız 3-lərləndir. Və bu 5 də C olacaq. 5-ə də gəldim, C dedim. Sonra həm C-ilə, həm Y-ilə əlaqəsi olan, həm C, həm Y-ilə əlaqəsi olan. Burada bir problem olduğu görünür. Çünki burada, məsələn, mən 1-ə baxsam, bu üçlü əlaqədir. Bunun içərisində Y var, C var, bir də 2 əlaqəsi olan var. Y ilə C ilə əlaqəli olub 2 əlaqəsi olan C-dir. Həm Y ilə, həm C ilə, həm də 2 ilə əlaqəsi olan C-dir.
Deməli, bax, bu 1 olmalıdır. Bax, bu 1 olmalıdır C. Çünki bunun əlaqəsi C ilə var, Y ilə var və bir də A ilə olmalıdır. Onda bax, bu 4-ə də, bax, bu 1-ə C, 4-ə də gəlib A deməliyik. 4-ə də gəlib A deməliyik. Aha, bu da doğru oldu. Ondan sonra yerdə qalan digər 2 mütləq şəkildə B olmalıdır. B olacaq. 2-yə gəldik, B dedik. B-nin əlaqələndiyi biri A-dır, biri də D olmalıdır. Onda 6 mütləq D olacaq. 6-ya gəldik, D dedik. 3-ə də bir dənə F qalır. 3 də F olasıdır. Deməli belə, məndən nə istəyir? A məntəqəsindən C məntəqəsinə, A məntəqəsindən C məntəqəsinə 30, D məntəqəsindən C məntəqəsinə, D məntəqəsindən də C məntəqəsinə yolun uzunluğu 8. Bunların da cəmi bizə verəcək 38. Variantımız olacaq B variantı. Burada yoxdur. Burada nə deyir bizə? Proqramın icrası nəticəsində 5 ədədinin çapa verilməsi üçün n dəyişəninin daxil edilə biləcəyi ən kiçik natural qiymətini tapın. Deməli, K-nı çıxışa verib. K-nın başlanğıc qiyməti 2-dirsə və K-nı bir vahid artırıbsa, deməli bu proses 3 dəfə təkrarlanıb ki, çıxışa 5 gedib. Yəni bizim proses 3 dəfə dövr eləməlidir. 3 dəfə dövr eləyəcək. N-ə nə daxil olunub bilmirəm. Amma n-i hər dəfə deməli burada n-in hər dəfə 6-ya bölünməsindən alınan qalıq 2-dən böyük olanda deməli biz bunu hər dəfə n-in ən kiçik qiymətini istəyirsə biz məsələn düşünürük ki n-in 6-ya bölünməsindən alınan qalıq 2-dən böyük 3, 4, 5 ola bilər də. Biz bunu minimumdan hesablamalıyıqsa məsələn mən nə düşünürəm? Birinci deməli misal üçün n hər nədirsə birinci şərt ödəndi. Misal üçün mən deyirəm ki n böyükdür belə deyək də n-in 6-ya bölünməsindən alınan qalıq böyükdür 2 şərti ödənibdir. 2 şərti ödəndiyinə görə misal üçün mən düşünürəm ki n-i 6-ya bölmüşəm, qalıqda 3 alınıb məsələn. Proses bir dəfə K-nı bir vahid artırır və n-i 6-ya bölür. Deməli, onda mən buradan əvvəlki n-i hesablamaq üçün, misal üçün kiçik qiymət hesablayıram da, qiyməti 6-ya vurub üstə 3 gəlməliyəm. İndi məsələn, bu düşünürəm ki, bir prosesdir. N-in qiyməti, yəni bura gələndə belə bir n neymişsə, belə bir qiyməti var imiş ki, 6-ya bölmüşəm, qalıq düz qalıb, n-i 6-ya bölmüşəm. Ondan sonra mən bu proses 3 dəfə təkrarlasam, yenə 6-ya vurub üstə 3 gəlsəm və bunu yenə 6-ya vurub üstə 3 gəlsəm, yəni hər dəfə bu prosesi 3 dəfə təkrarlasam və n-in yerinə ən kiçik qiyməti versəm, 1-i 6-ya vurub üstə 3 gəlsəm, bu eləyəcək 9. Bu mötərizənin 9-u 6-ya vurdum. 6 9-um 54. Üstə də 3 gəlsəm 57. 57. Yox, burada yəqin ki, səhv olunacaq. Çünki 57-ni 6-ya vuranda böyük qiymət alınacaq. Yox, belə olmayacaq. Bir dəqiqə, bura başqa bir şey fikirləşək. Deməli, biz belə düşünək. Tutaq ki, mən düşünürəm ki, burada sonuncu prosesdə ən kiçik qiymət hesablayıram deyə. Məsələn, düşünürəm ki, 3 dəfə dövr eləyəndən sonra düşünürəm ki, n-ə gəlib alınıb 0. N-in 6-ya bölünməsindən alınan tam hissə 0-dır. Onda mən 0-ı 6-ya vurub üstünə 3 gəlməliyəm. 0-ı, yəni əvvəlki prosesi almaq üçün. Yəni, məsələn, deyirəm ki, sonuncu prosesi yoxlayıram. Sonuncu prosesdə qalığım 3-dür. 3-ün 6-ya bölünməsindən alınan qalıq 2-dən böyükdür, böyükdür. K-nın üstünə 1 gəlirəm. Alıram məsələn sonuncu proses K-ya 5. 3-ün 6-ya bölünməsindən alınan tam hissə 0-dır. Artıq növbət dəfə n-i hesablayanda 0-ın 6-ya bölünməsindən alınan qalıq 2-dən böyük deyil deyib dövrdən çıxıram. Deməli, sonuncu prosesdə n-in qiyməti 3 olub. Onda mən belə davam eləməliyəm. Sonra gəlib 3-ü vurmalıyam 6-ya, üstə 3-ü gəlməliyəm. Kiçik deyir deyə hər dəfə kiçik qalıqla hesablayıram. Bu nə verir? 18, 3, 21. Ondan sonra, yəni bu elə bil
proses 3 dəfə dövr eləyir də. Bu elə bir dövrdən çıxdığım prosesdir. Yəni 4-cü düzə şərt yoxlayıram, ödənmir, çıxıram. Onda bundan əvvəlkində də mən gəlib 21-i yenə vuracam 6-ya, üstə gələcəm 3-ü. 21-i 6-ya vursam alıram 126, üstünə 3 gəlsəm 129. Deməli, bu prosesin ən kiçik qiymət B variantıdır. Yoxlasaz da, bax ki, bura daxil elədiniz 129. K-nın qiyməti 2-dir. 129-un 6-ya bölünməsindən alınan qalığı hesablasaz. 129-u 6-ya böləndə 21 düşür, 3 qalıq qalır. K-nı bir vahid artırır. K-nın qiyməti olur 3. N-in də 6-ya bölünməsindən alınan tam hissə 21-dir. Sonra qayıdır. 21-in 6-ya bölünməsindən alınan qalıq yenə bizə verir K-ya 3. Daha doğrusu N-in 6-ya bölünməsindən alınan qalıq yenə 3 verir. 3 2-dən böyükdür. K-nı bir vahid artırır. K-ya gəlir alır 4. N-i 6-ya tam bölür. 21-i də 6-ya tam böləndə düşür 3. Artıq növbət dəfə dövrə girəndə 3-ün 6-ya bölünməsindən alınan qalıq 2-dən böyükdür. K-nı bir vahid artırır. K-ya gəlir alır 5. 3-ün də 6-ya bölünməsindən alınan tam hissə 0-dır. Artıq növbət dəfə 0-ın 6-ya bölünməsindən alınan qalıq 2-dən böyük deyil deyə dövrdən çıxır və K-nın sonuncu qiymətini çap eləyir. Deməli, 75-də cavabımız B variantı olacaq. 76-cı sualda bizə nə deyir? Sabir, Nicat, Solmaz, Vaqif və Aygün həkim, müəllim, mühəndis, sürücü və mühasib peşələrindən birinə sahibdir. Deməli, bizə nə deyir? Meclisinə gəlib cədvəl qurarıq da bununla bağlı. Deməli, bunları gəldim, seçdim, əlavə elədim bura. Deməli, bizə kimləri veribdir? Bizə verib Sabir, sonra verib Nicat, sonra verib Solmaz, ondan sonra verib Vaqif və bir də verib Aygün. Deməli, bunların arasında kim var? Həkim, müəllim, mühəndis, sürücü. Həkim, müəllim, mühəndis, sürücü, mühasib. Sürücü və mühasib. Deməli, gəldik cədvəlimizi tamamladıq. Aha, nə deyir bizə? Sabir, mühasib və ya mühəndisdir. Sabir deməli, həkim, müəllim, sürücü deyil. Ya mühasibdir, ya da mühəndisdir. Solmaz da müəllim deyil. Solmaz da həkim, qadın deyil. Deməli, Solmaz həkim də deyil, Aygün həkim də deyil. Həkim qadın deyil. Mühəndislə də sürücü kişidir. Onda mühəndislə sürücü kişidirsə, Solmaz mühəndis deyil, mühəndis deyil və Solmaz sürücü deyil. Mühəndislə sürücü kişidir. Onda Aygün də mühəndislə sürücü olmayacaq. Avtomatik Solmaz nə olacaq burada? Solmaz mühasib olacaq da. Çünki Solmaz həkim olmur, müəllim olmur, mühəndis olmur, sürücü olmur. Deməli, Solmaz mühasibdir. Solmaz mühasibdir. İndi gəldik, baxdıq. Onda avtomatik Sabir ya mühasib ya mühəndis idisə, Sabir mühəndis olacaq. Sabir də mühəndis olduğuna görə Aygün avtomatik müəllim olacaq da. Bir dənə çıxaq, çünki müəllimdədir. Deməli, Aygünün peşəsini istəyir müəllim C variantı 76-cı sualda. Deməli, 76-ya C dedik. 77 nədir? Proqram fraqmentinin icrası nəticəsində hansı ifadənin qiyməti hesablanır? Gəlin görək hansı ifadənin qiyməti hesablanacaq burada. Deməli, 3 dəqiqə. S0, K1, I1, P1. P bərabərdir P vur I, I bərabərdir I vur 1 varsa burada faktorial var. Hər dəfə K bərabərdir mənfi K deyibsə, həddlərin biri mənfi, biri müsbətlə getməlidir. Variantlara baxanda hədlərin hər birində mənfi müsbət əlaqələri var. Və deməli bizdə nə edib? Hər dəfəsində K bölünsün, P vurulsun I plus 1. Yəni, məsələn, burada belə olacaq. Müsbətlə başlayacaq. 1 bölünsün. 1 vurulsun. 1 plus 1 ilə 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 1 bölünsün. 1 v
Misal üçün P bərabərdir P vurur faktorialdır da. S üstəgələk S sıfırdır. 1 bölünsün P vurulsun, yəni 1 faktorial vurulsun I plus 1. I 1-dirsə olacaq 2. Sonra K bərabər mənfi K veribdir. Dövrə qaydanda I-nin qiyməti artıq 2-dir. Olacaq S üstəgələk. S budur K. K mənfi 1-dir deyə olacaq çıxılsın. 1 bölünsün. P vurulsun. P artıq 2 faktorialdır. I plus 1 3. Bax, bu şəkildə gedəcək. Sonra müsbətlə gedəcək. 1 bölünsün, 3 faktorial vurulsun 4. Sonra yenə mənfi ilə gedəcək. Deməli, belə bir variantımız da harda var? Bu A variantı olmayacaq. C variantı, D variantı, Y variantı olmayacaq. Bir dənə B variantı 77-ci sualda olar. Sonra gəlib baxırıq 78-də data science tool ifadəsi yazıldı. Əməliyyatlardan sonra cəmi neçə söz alınar? Ctrl-C klaviş kombinasiyası sıxıldı. Tamam. Yəni data science ifadəsi mübadilə buferinə getdi. End klavişi sıxıldı. Deməli, end klavişi kursorun mətnin sətrin sonuna aparır. Və hər dəfə bir boşluq simvolu daxil edilməklə 2 dəfə Ctrl-V klaviş kombinasiyası sıxıldı. Deməli, data science sözü var bizim əlimizdə. Tutaq ki, baş hərflərini yazıram. Data science tools. İndi məndən data science sözü seçilib, boşluq buraxılmaqla 2 dəfə Ctrl-V, yəni təzədən data science və bir də data science sözləri 2 dəfə yapışdırılıbdır. Sonra tools sözü seçilib. Bax, burada niyə bunu sona əlavə elədim? Çünki deyirdi ki, end klavişi kursoru sətrin sonuna aparır və 2 dəfə də Ctrl-V eləyəndə 2 dəfə data science sözləri düşür ora. Tools sözü seçildi, Ctrl-X. Yəni, buradan bu tools sözü silindi. Pat, bu getdi. Bütün mətn seçildi, Ctrl-C. Home klavişi kursoru sətrin əvvəlinə gətirəcək və Ctrl-V. Ctrl-X-i sildi. Sonuncu mübadilə buferinə gedən 3 dənə data science sözüdür və home sətrin əvvəlinə gətirəcək kursoru və bütün ifadə bir dənə sətrin əvvəlinə gəlib düşəcək. Data science, data science, data science olaraq. Və bizdən soruşur ki, əməliyyatlardan sonra cəmi neçə söz? 2, 4, 6, 6, 12 dənə söz alınacaq. D variantı. Sonra gəlib baxırıq 79-da klaviaturadan 20 ədədi daxil edilərsə. Gələk baxaq, bura 20 ədədi daxil elədik. I bərabər 3. Əgər Fi kiçikdirsə CK-dan. Fi nəyi hesablayır? Fn funksiyası daxil olmuş ədədin kvadratını verir bizə. Deməli, mən yoxlayıram birinci Fi-ni, yəni F3. F3 nəyə bərabər olacaq? F3 bərabər olacaq n vur n-ə, yəni 3-ün kvadratı 9-a. Bəs CK nəyə bərabər olacaq? CK, yəni C20. C20 də bərabər olacaq 3n plus 2. Yəni mən bura n-in yerinə 20 qoysam, bu da olacaq 62. 9 kiçikdir 62 şərti ödənir deyə i-ni bir vahid artıracaq, i-nin qiyməti olacaq 4. Sonra CK həmişə standartdır da, dəyişmir. Bir də qayıdacaq dövrə, Fi-ni hesablayacaq, yəni F4. F4 bərabər olacaq 16-ya, CK-da K-nın qiyməti dəyişməyibdir də, yenə də elə 62 verəcək bizə. 16 kiçikdir 62 şərti də ödənir deyə i-ni bir vahid artıracaq, i-nin qiyməti olacaq 5. Sonra F5-i hesablayacaq, F5 25-dir. Yenə i-ni bir vahid artıracaq, 6. F6 bizə verəcək 36. F6 bizə verəcək 36. Yenə 62-dən kiçik deyə i-ni bir vahid artıracaq 7. F7 bizə verəcək 49. 49. Yenə 49 62-dən kiçik deyə i-ni bir vahid artıracaq 8. F8-i hesablayanda F8-in qiyməti 64-dür. 64 kiçik deyil CK-dan, yəni 62-dən. Deməli, i-nin son qiyməti 8-dir və 8 qiymətdə çıxışa gedəcək 79-cu sualımızdan. 79-dan sonra deməli, bizdə 79-dan sonra 80. Məsələnin həll prosesində sadə addımlar ardıcıllığı şəklində istifadə olunması alqoritmin müəyyənlik xassəsidir bu, B variantı. Sonra
Xəttilik xassəsi yoxdur. Nəticəlilik nəticənin alınmasıdır. Kütləvilik eyni qəbildən, eyni tipli bütün problemlərin həmin alqoritmlə həll oluna bilməsidir. Diskretlik də addımın sonudur. Deməli, burada 81-ci sualda deyir ki, 8-lik say sistemində verilmişdir. Şərtini ödəyən 4 rəqəmli ədəddir. 8-lik say sistemindədirsə, x verilmiş say sisteminin tək rəqəmidir. Tək rəqəmidirsə, deməli, burada t verilmiş say sistemində 4-ə bərabərdir. T 4-dür. X də tək rəqəmdirsə, 4-dən sonra gələn tək rəqəm 5, 6, 7 ola bilər. Mən bura 7 qoysam, z gərək 7-dən böyük olsun. Bu da 8-lik say sistemindən böyük rəqəmi 7-dir deyə z-in yerinə 7-dən böyük qiymət verə bilmərəm. Ona görə x-in qiyməti 5 olmalıdır. Y verilmiş say sisteminin ən kiçik rəqəmidir. Yəni 0-dır. Rəqəm deyir. 8-lik say sisteminin ən kiçik rəqəmi 0-dır. Z verilmiş say sisteminin ən böyük sadə ədədidir. Bu da 7-dir də. Bu ədədin 16-lıq say sistemində yazılışını müəyyənləşdirin. Deməli, bizim ədədimiz belədir. X, Y, Z, T. X, Y, Z, T. X neçə idi? 5. Y neçə idi? 0. Z neçə idi? 7. T neçə idi? 4. Bu 8-likdədir. Məndən bu ədədin 16-lıq say sistemində yazılışını istəyirsən, mən birinci bunu çevirirəm 2-liyə. 5-in qarşılığı 1, 1, 1. 0-ın qarşılığı 3 dənə 0. Üzr istəyirəm. 5-in qarşılığı 1, 1, 1 deyil, 1, 0, 1-dir. 5-in qarşılığı 1, 0, 1. 0-ın qarşılığı 3 dənə 0. 7-nin qarşılığı 1, 1, 1. 4-ün qarşılığı 1, 0, 0, 2-likdə. Bu, hər bir rəqəmin 2-lik say sisteminə çevrilmə qaydasıdır da. Yəni, hər bir rəqəmi mən əzbər olaraq yazdım. Yəqin ki, siz artıq bunu bilirsiniz. Və 2-lik say sistemindən də 16-lıq say sisteminə keçmək üçün gəlirsiniz bunu 4-4 qruplaşdırırsınız. Birinci dörtlük, sonra burada ikinci dörtlük və burada üçüncü dörtlük. Və burada da 8-4-2-1 qaydasından istifadə edirsiniz. 8 ilə 2-ni 1 olanların üstünü toplayırsınız. 8 ilə 2-nin cəmi 10 eləyir. Bu da A deməkdir 16-lıq say sistemində. Burada da 8-4-2-1 qaydası ilə 1 olanların üstünü toplayırsınız 3. Burada da 8-4-2-1 qaydası ilə 1 olanların üstünü toplayırsınız 12. O da C deməkdir. A3C 16-lıqda 81-ci sualda da variantımız Y variantı olur. 82-də verilənlər bazası cədvəlindən fraqment verilmişdir. Nə istəyir bizdən? Deyir ki, cədvələ müəyyən sorğu tətbiq etdikdə aşağıdakı cədvəl alınmışdır. Deməli, burada nə görünüb? Hüseynov Kamran görsənib. Əliyeva Nigar görsənib. Əliyeva Nigar görsənib. Bu görsənib, bu görsənib. Denə baxaq qırmızı ilə göstərək. Hüseynov Kamran, Əliyeva Nigar. Orxan görsənməyib, Məmmədov Rauf görsənib, sonra Qasımov Elvin görsənib və bir də Məmmədov Samir görsənib. Bu 5 nəfər görsənib. Aha, tamam. Deyir ki, birinci cədvələ tətbiq edilən sorğunu müəyyənləşdirək. Deməli, soyadı M ulduz olan, soyadı M-lə olan neçə nəfər var? Soyadı M-lə olan 2 nəfər var. Tutaq ki, or bal kiçikdir, bərabərdir 72. Bal kiçikdir, bərabərdir 72 olsa, gərək bura Əliyeva, Leyla da daxil olaydı. Deməli, bu hal yanlışdır. Bu getdi. Soyad M və ya H-la başlayanlar. Bunların soyadı H-la başlayıb, amma bunların arasında Ə-lə başlayan da var axı. Deməli, bu da getdi. Balı böyük bərabər 30, ənd balı kiçik bərabər 72. Əgər balı 30-72 arasında olanları axtarırsa, gərək onda burada şeyi də götürəydi də, bu Leylanı da götürəydi. Onun da balı axı 30-dan böyük bərabər 72-dən kiçik bərabərdir. Deməli, burada bal sorğusu deyil bu. Sonra gəldik, baxdıq. Balı böyük bərabər 30, ənd kiçikdir 40. Or adı K-lə başlayan olsa. Bal, deməli, burada bal olaraq 30 ilə 40-ın arasında böyük bərabər 30, ənd kiçikdir 40. Bax, bu 4 nəfər bu sorğuya, bax, bu 4 nəfər bu sorğuya tabedir. 30, 39, 30, 39. Bax, Əliyeva, Məmmədov, sonra Qasımov, Məmmədov. Bunların bax, bu sorğuya həmin o 4 nəfər cavab verir.
Sonra təzədən or birləşmə adı Ç ilə başlayan. Orada birləşmədə adı Ç ilə başlayanda Kamrandır. Elə bax burada cavabımız olacaq D variantı. 83-də deyir ki, Elvin mətn faylını ASCII-də Nigarsa eyni faylı Unicode-da kodlaşdırmışdır. Unicode kodlaşdırılmasında mətn 4 kilobayt daha çox yer tutmuşdur. Bu mətn faylındakı simvolların sayını tapın. Tutaq ki, X simvol var. Əgər ASCII-də kodlaşdırmışamsa bunu, bu olacaq 2, daha doğrusu ASCII-də kodlaşdırmışamsa bu olacaq X byte. X byte. Unicode-da kodlaşdırmışamsa, Unicode-da kodlaşdıranda olacaq 2x byte. 2x byte. Deyir ki, 4 kilobayt daha çox yer tutmuşdur. Onda 2x çıxaq x bərabərdir. 4 vurulsun 2 üstü 10-a. Buradan da x bərabərdir elə 4 vur 1024, 4096. Bu belə simvolların sayıdır. Mətn faylında 4096 dənə simvol var. N dəyişəninin hansı ən kiçik natural qiymətində Python dilində yazılmış proqramın nəticəsi 16 olar? Deməli, K-nın 16 olması üçün K-nın başlanğıc qiyməti 512-dir. 512 2 üstü 9-dur da. Bunun 2 üstü 5-ə bölmək lazımdır da. Yəni elə bir 2 üstü 5-ə bölməliyəm ki, mən K-ya 16 ala bilim. Yəni burada prosesin 5 dəfə dövr elədiyin hər dəfə 2-yə bölübdür. Və bunu 5 dəfə təkrarlamalıdır ki, 2 üstü 5-ə bölünsün və nəticə 16 alınsın. Proses 5 dəfə dövr eləyib. N-in qiyməti nədir bilmirəm, amma N-dən hər dəfə 3 çıxıb və bu prosesi 5 dəfə təkrarlamalıdır ki, şərt ödənməsin. Şərtin ödənməməsi üçün kiçik bərabər 10 yazırıq və N də kiçik bərabər 25 deyirik. 25 deyirik. Deməli, buradan proqramın N dəyişənin hansı ən kiçik natural qiymətində. 25 almışamsa ən kiçik deyirsə N-ni 3 vahid azaldacam burada. Elə bir mən 22 götürməliyəm. Çünki mən bura 21 götürsəm, məsələn, dövrümüzün sayı uyğun olmayacaq. Məsələn, mən bura 21 versəm, 21 ondan böyükdür. 21-dən 3 çıxır, 18. K-nı böldü 2-yə aldı 256. Məsələn, 21-dən yoxlasaq. 21 desək, K-da 512-dir də, düzdürmü? Deməli, neynədir? 21 ondan böyükdür, 3 çıxdı, aldı 18. 512-ni 2-yə böldü 256. Qayıtdı dövrə. 18 ondan böyükdür, 3 çıxdı 15. Böldü 2-yə 128 aldı. Bir də 15 ondan böyükdür, 3 çıxdı 12. K-nı 2-yə böldü, 64 aldı. 12 ondan böyükdür, 3 çıxdı 9. K-nı böldü 2-yə, 32 aldı. Görürsünüz, 21-də. Amma 22 ilə yox, 9 ondan böyük deyil deyə dövrə çıxır, K-ya 16-ya gəlib çatmırsınız, 32-də qalırsınız. Amma gəlib 22 ilə yoxlasaz, burada ən böyük qiymət istəsə 24 götürürsünüz. Burada 25-in özünü götürürsünüz, ən böyük. Yəni, ən böyük qiymət deyəndə götürürsünüz 25-in özün. Ən kiçik qiymət deyəndə siz hər dəfə N-dən nə çıxırsınız? 3. Həmin bu ən böyük qiymətdən bir dənə 3 çıxırsınız. Ən kiçik qiymətdə 22 olur. 84-cü sualda cavabımız olacaq 22. Sonra gəldik, baxdıq 85-ci suala. 85-ci sualda bir dənə gəlin 22 ilə yoxlayaq. Görək bu düz olacaq. 22 ilə yoxlasaq bizim pozanımız niyə pozmur? Belə eləyək də. Məsələn, mən N-ə verdim 22. N 22. K da bərabərdir. K da bərabərdir. 25-dən 3 çıxdım 22. K da bərabərdir 512-yə. 512-dirsə N-dən deməli N böyükdür 10 şərti ödənir. 22-dən 3-ünü çıxıram, qalır 19. 512-ni 2-yə bölürəm, 256. Getdim bir də 19 ondan böyükdür. 3 çıxdım, qaldı 16. Bu verdi 128. 16-dan 3 çıxdım 13. 128-i böldüm 2-yə 64. 13-dən 3 çıxdım 10. 10'u 64'de böldüm 2'ye 32. 32'dirsə, fərqə 10'da deməli bu 22 yox, 23 olmalıdır.
Mən burada bir yanlışlıq eləmişəm. Bu 23 bunun ən kiçik qiymətidir. 23-də yoxlasaq, çünki burada 11 qalacaq. Yenə dövrə girib 32-ni 2-yə bölüb 16 çıxardacaq. 84-də cavabımız 22 deyil, 23-dür. 23. 85-ci sualda 12 səhifəlik sənədin ilk səhifəsində ölçüsü 256-512 olan 256 rəng çalarına malik palitrada kodlaşdırılmış raster qrafik verilmişdir. Qalan səhifələrin hər birində bunu kəsə yataq digər tərəfə baxaq buna görək burada nə edə bilirik. Birinci gəlin təsvirin həcmini hesablayaq. Təsvirin həcmi 256 vur 512. Əgər 256 rəng çaları varsa, bu 2 üstü 8 deməkdir. Yəni 1 piksel i bərabərdir 8 bit ya da 1 byte. 8 bit ya da 1 byte. Onda mən gəlib bunu 1 byte'dan hesablasam, bu mənə verəcək 2 üstü 8 bu 9 bu 2 üstü 17 byte. Bunu da gəlib 2 üstü 10'a bölsəm kilobayta çevirmək istəyirəm. 2 üstü 17'ni 2 üstü 10'a böldüm. 2 üstü 7 128 kilobayt bu şəklin həcmidir. Qalan səhifələrin hər birində, yəni 12 səhifə idi, bir səhifəsi getdi, yerdə qaldı 11 səhifə. Qalan səhifələr deyirsə 11 səhifəmiz qalıbdır. Hər birində 4096 simvol olmaqla 512 simvollu əlifbada kodlaşdırılmış mətn var. Deməli, gəldik, baxdıq. 11 səhifə, hər səhifədə 4096 dənə simvol və 512 simvollu əlifbadırsa, bir simvol 9 bitdir. 512 simvollu əlifbada i bərabərdir 9 bit. Bunu da gəlib vurdum 9'a, bu da gəldi mənə verdi 99 vurulsun 2 üstü 12 bit. Bunu da gəlib mənə verər 2 üstü 13'ə bölüb kilobayta çevirmək istəyirəm. 99'u 99 vur 2 üstü 12'ni 2 üstü 13'ə bölmək elə 99'u 2'yə bölmək deməkdir də. Bu da verəcək 49.5 kilobayt. 49.5 kilobaytda bunu yazaq. İndi onda bir dənə sənədin həcmi 128 üstəgələk 49.5. Bunları da cəmləyəndə nə eləyər? Deməli 128 ilə 49 177 177.5 177.5 kilobayt. Bu bir sənədin həcmidir. Deyir ki 8 belə sənəd 4 megabayt boş sahəsi olan diskə yazılarsa, diskdə qalan boş sahənin həcmini və klasterdə nəzərə almaq lazımdır. Deməli mənim 177.5 kilobaytlıq faylım diskə yazılanda bunu 4 kilobaytlıq klasterlərə yazanda neçə dənəsi lazım olar mənə? Hardasa burada deməli 44 düşür, qalıq qalır da. Elə bir mənim bu 177.5 kilobaytlıq faylım 4 kilobaytlıq klasterlərə, yəni bunu bölürsünüz 4'ə, klaster sayını tapırsınız ki 45 klaster alınır. 45 klasterində 4 kilobaytdan həcmini hesablasaq, yəni bizim bu 45'i 4'ə vursaq, diskdəki həcmimiz, yəni bu 177.5 kilobaytlıq faylımız diskdə 180 kilobayt həcm saxlayacaq özünə. Diskdə 180 kilobayt kimi görünəcək. İndi gəlin baxaq. 8 dənə 104 megabayt boş sahəsinə diskin boş sahəsinin həcmi. Deyirəm ki 4 vurulsun 1024 kilobayta çevirdim. Çıxılsın 8 dənə sənəd 180 kilobaytdan. 8 vur 180. Çünki bir fayl diskdə 180 kilobayt yer tutacaq. 4'ü vuranda 1024'də bu eləyir 4096. 8'i də 180'a vuranda bu da bizə nə verəcək? 8'i 80, 64, 144. Bu da 1440 verər də bizə. 4096 çıxılsın. 1440. 4096'dan da 1440'ın çıxanda bu da 2656 verər bizə. 2656 kilobayt. Əgər səhv hesablamamışamsa. 4096 çıxılsın 1440. Bəli, 2656 verir. Burada da cevabımız 2656
56 kilobayt olar 85-ci sualda. Sonra gəlib baxırıq 86-cı sualda. Buradan gigabaytı bayta çevirək. Bunu yazaq ki, 16 2 üstü 4 üstü 1 plus 2x 64 2 üstü 6 deməkdir. Gigabaytı da bayta çevirəndə nəyə vurduq? Ardıcıllıq belə gəlir də. Gigabayt, megabayt, kilobayt, bayt. Deməli 10, 10, 10. 2 üstü 30-a. 2 üstü 30-a. Bunu da sadələşdirsək, 2 üstü 4 plus 8x bərabərdir 2 üstü 36-ya. Əsaslar bərabərdirsə, qüvvətlər bərabərdir deyirik. 4 plus 8x bərabər 36-dırsa, 8x bərabər 32 və x bərabərdir 4 alarıq. Burada da x-i müəyyənləşdirin deyirdi. Sualımızın cavabı 4. Deməli, sistem proqram təminatı. Sistem proqram təminatına nələrə aiddir? Təbii ki, driverlərə aiddir. 1A. Verilənlər bazasını idarə etmə sistemləri VBS-lər tətbiqidir. 2B. İnterpretatorlar proqramlaşdırma alətidir. Antiviruslar sistemə aiddir. Nəşriyyat sistemləri də tətbiqi proqramlara aiddir. 1AD, 2B-yə, 3C. Sonra gəldik, baxdıq 88-ci suala. Deyir ki, klaviaturadan informatika sözü ilə başlayan, aralarında bir boşluq olmaqla sətr daxil edilir. Sözlərdəki A hərflərinin sayını sözlərin sətirdə düzüldüyü ardıcıllıqla yanaşı yazdıqda alınan ədədi çapa verən proqramı Python dilində yazın. İnformatika sözündə 2A var, müasir sözündə 1A var, elm sözündə 0 saydadır və onları gətirib bizdə 2-1-0 olaraq düzübdür. Deməli, biz bunu nətər yaza bilərik? İnformatika sözü ilə başlayan. Python açaq elə Pythonda yazaq da. Pythonumuz açılsın. Deməli belə. Burada nədir məsələmiz? Biz əvvəlcə informatika sözü ilə başlayan bir sətr daxil eləməliyik. Məsələn, fərz eləyək ki, mən gəldim dedim, A bərabərdir input, bir sətr daxil eləməyimiz üçün A bərabərdir input. A bərabər input verəndən sonra mən həmin sətri siyahıya çevirərəm. Sətri də siyahıya çevirmək üçün mən gəlib deyərəm ki, A bərabərdir A nöqtə split, boşluğa nəzərən həmin sətri siyahıya çevirəcəm. Siyahıya çevirdikdən sonra mən bunları ardıcıl yazmalıyam deyə, məsələn, S bərabərdir bir dənə boş sətr götürürəm və for I in A deyərək həmin siyahıya müraciət edirəm və mən gəlib nə deyirəm? Deyirəm ki, if-ə gərək varmı? If-ə gərək yoxdur heç burada. Deyirəm ki, məsələn, A bərabər, A deməyək, bir N bərabərdir deyək misal üçün. N bərabərdir. Məsələn, I həmin siyahının ilk sözü olacaq da. Misal üçün, informatika sözü. I-nin ilk qiyməti informatika sözü olacaq. I-nin ilk qiyməti informatika sözüdürsə, N bərabərdir I.count, I-də say, nələrin sayın? A-ların sayın. N bərabər olsun, hər dəfə həmin o siyahıda olan elementlərdə A-nın sayına və hər dəfəsində S bərabərdir, S üstə gələk, STR N deyirəm ki, o sayı tapdıqdan sonra sətr formasında boş S sətrini əlavə eləsin ki, onlar yanaşı yazıla bilsin. Və ondan sonra da gəlib nə verirəm? Print S verirəm. Və bir dənə burada bu A nöqtə splitdən sonra bir dənə print A qoyuram ki, bunun siyahı olduğunu görəsiniz. Və burada gəlib run versəm mən bura, run verəndən sonra OK deyirəm. A-ya nə daxil olunub? Məsələn, informatika müasir elmdir.
İndi mən gəlirəm, çalışdırıram. A-ya yazıram ki, informatika müasir elmdir. Nöqtə. Enter vurdum. Ha, görürsüz, həmin sətri siyahıya çevirdi və hər sətirdəki A hərflərinin sayının ardıcıllıqla yazdım. Digər sətri də yoxlasanız, informatikanı bilmək vacibdir. Gəlin onu da yoxlayaq, lap istəsəz. Bunları da seçdim. Üzr istəyirəm, bir də çalışdırdım. Məsələn, bu dəfə də yazıram informatikanı bilmək vacibdir. Burada informatikanı bilmək vacibdir. Burada da görürsünüz 201 çıxışa verdi. Deməli yazdığımız proqram doğrudur. 89-da bizə nə deyir? Deyir ki, n natural ədədi və ən azı 2 rəqəmli n natural ədəddən ən azı 2 rəqəmli n natural ədəddən ibarət siyahının elementləri klaviaturadan daxil edilir. Siyahının ilk və son rəqəmləri cəmi tək olan elementlərinin indekslərindən ibarət siyahı yarat. Deməli, bircə dəqiqə. Bizə deyir ki, n sayda n natural ədədi və ən azı 2 rəqəmli n natural ədəddən ibarət siyahının elementləri klaviaturadan daxil edilir. Yəni elementlər 2 rəqəmli ədədlər olmalıdır və n sayda olmalıdır. Bu siyahının ilk və son rəqəmlərinin cəmi tək olan elementlərinin indekslərindən ibarət siyahını tərtib edən proqramı Python dilində yazın. Deməli, bunu nə edə bilərik? Bunu gəlib belə eləyirik. N natural ədədi daxil edilir. Bu ədədlərin sayıdır da n bərabərdir. Int input verirəm. Int input verəndən sonra mən nə edirəm? Bir dənə A siyahısı götürürəm və bir də indekslərdən bir də B siyahısı götürürəm. Qoy bir dənə sualın şərtini də burada açıq saxlayayım ki, görə bilim. Deməli, sualın şərtində deyir ki, n natural ədədi ən az 2 rəqəmli n natural ədəddən ibarət siyahının elementləri klaviaturadan daxil edilir. Heç nə. Onda mən n sayda ədəd daxil eləməliyəm də klaviaturadan. For i in range n, yəni proses n dəfə təkrarlansın və hər dəfəsində a.append int input, yəni məsələn hər dəfəsində a siyahısına bir x ədədi əlavə eləyirəm. A siyahısına bir x ədədi əlavə elədim. Mənə deyir ki, siyahının ilk və son rəqəmləri cəmi tək olan elementlərinin indekslərindən ibarət yeni siyahı tərtib elə. İndi mən gəlib nə deyirəm? Deyirəm ki, if əgər A-nın inci indeksinin, çünki i sıfırdan başlayır da, mən ilk elementi əlavə elədimsə, artıq ilk sıfır indeksli element olacaq. Deməli, nə deyirəm? Deyirəm ki, ilk və son rəqəmi, ən azı 2 rəqəmli n natural ədəddən. Bunların hamısı 2 rəqəmli ədədlərdirmi? 3 rəqəmli ədəd ola bilərmi bunların içərisində? Ola bilər yəqin ki. Onda biz bunların ilk və son rəqəmlərini tapmaq üçün ən azı 2 rəqəmli n natural ədəddən, əgər hamısı 2 rəqəmli ədəd olsa işimiz daha rahat olar. Amma ən az 2 rəqəmli deyirsə, yəni bunların içərisində 3 rəqəmli, 4 rəqəmli, 5 rəqəmli ədədlər də ola bilər. Onda bizim işimiz bir balaca mürəkkəbləşəcək. Deməli, biz belə baxaq da bura. Elementin ilk və son rəqəmlərinin cəmi təkdirsə. Onda heç nə, belə eləyirik. Gəlib deyirik ki, buradan. Çünki daxil olunan ədəd 2 rəqəmlidirsə, ən az 2 rəqəmlidirsə, 3 rəqəmli, 4 rəqəmli, 5 rəqəmli ədədlər də ola bilər. Mən gəlib yazıram, n bərabərdir list str
AI, list istəyir AI. List istəyir AI deyəndə, yəni həmin elementi, yəni mən tutaq ki, A siyahısına daxil eləmişəm 347. Gəlirəm burada n bərabərdir list istəyir AI verirəm ki, 347-nin rəqəmlərindən ibarət bir və yaxud 347 yox, 5367 daxil eləmişəm. Mən məsələn 5 ilə 7-ni cəmləməliyəm də orada. Mən gəlib indi buradan nə deyirəm? Deyirəm ki, if mötərizə açıram. Int emin sıfırıncı indeksi ilə üstəgələk bu ilk rəqəm olacaq və üstəgələk int emin mənfi birinci indeksdə sonuncu rəqəmdir. Mənfi birinci indeksinin cəmi, ilk və son rəqəmlərinin cəmi nə verir bizə? İlk və son bu M0, bu mötərizənin birini burada bağlayaq. Bu intə aiddir. Bu da bu intə aiddir. Bir dənə mötərizələrimizə baxaq. Indi düz oldu. Əgər bu cəmin 2-yə bölünməsindən, ilk və son rəqəmlərinin cəminin 2-yə bölünməsindən alınan qalıq təkdirsə, 1-ə bərabərdirsə, onda neynəsin? Həmin elementlərin indekslərindən siyahının ilk və son rəqəmləri cəmi tək olan elementlərinin indekslərindən ibarət yeni siyahı tərtib etsin. İndekslərindən ibarət yeni siyahı tərtib edən proqram. Deməli, mən indeksi əlavə eləməliyəm də yeni siyahıya. Məsələn, onda gəlib deyirəm ki, b.append i. Yəni, siyahının ilk və son rəqəmlərinin cəmi tək olan elementlərinin indekslərindən ibarət yeni siyahı tərtib edən proqramı Python dilində yazın. Belə olmalıdır. Buradan da gəldik, verdik print. Print verəndən sonra gəldik. Bir dəfə A siyahısını çap eləyək. Bir dəfə A siyahısını. Gələk verək A. Və bir dəfə də gəlin B siyahısını çap eləyək. Print B siyahısını çap eləyək. Bu da B. Aha, qurtardı, getdi. Gələk biz bura RAM verək görək. RAM verdik, OK dedik. Məsələn, mən proqrama 5 dənə ədəd daxil eləmək istəyirəm. Məsələn, 6 dənə ədəd daxil eləmək istəyirəm. Gəlirəm, daxil eləyirəm. Misal üçün 48, sonra daxil eləyirəm 157, sonra daxil eləyirəm 5649, sonra daxil eləyirəm 32874, sonra daxil eləyirəm 3889. Bir də daxil eləyirəm 15875. Enter vurdum. Baxın, A siyahısını yaratdı. Bunun, baxın, görürsünüz, birinci sonuncu rəqəmlərinin cəmi 12-dir. İndeksi əlavə eləməyib. Birinci sonuncu rəqəmlərinin cəmi 8-dir. Əlavə eləməyib. Birinci sonuncu rəqəmlərinin cəmi 14-də əlavə eləməyib. Bax, bir dənə budur. Birinci sonuncu rəqəmlərinin cəmi təkdir. 3 ilə 4-ü təkdir deyə. Təkcə görürsünüz, 3-cü indeksi əlavə eləyib. 3 ilə 9, 12-də əlavə eləməyib. 1 ilə 5, 6-da əlavə eləməyib. Hansında ki, birinci sonuncu rəqəmlərinin cəmi təkdir, onun indeksin B siyahısına əlavə eləyibdir. İndi mənim burada təsadüfən verdiyim ədədlərin hamısı belə oldu. Başqa ədədlərlə də yoxlaya bilərik. Məsələn, RAM verdik. N5 verirəm. Tutaq ki, x bərabərdir 146, sonra verdim 359, sonra verdim 5976, sonra verdim misal üçün 2461, sonra verdim 78889. Tutaq ki, enter vurdum. A siyahısını verdi və birinci və sonuncu rəqəmləri tək olanların 1 ilə 6 0-cı indeksli sıra əlavə elədi.
Sonra bu birinci indeksdir, ikinci indeks 5 ilə 6, 11 verir. Birinci sonuncu rəqəmləri təkdir və 7 ilə 2 ilə 1, 3 verir. Bu da 0, 1, 2, 3, 0, 2, üçüncü indekslər ki, birinci və sonuncu rəqəmləri təkdir. Həmin indekslərdən ibarət yeni bir siyahı yaradıb. Bu da olur 89-cu sualımızın izahı. Əgər sualı düzgün anlamışıqsa, həlli düzgündür. Biraz şərt nəsə belə dolaşıq kimi gəlir adama. 9-cu suala baxsaq, x ədədi üçün ifadəsinin qiymətini hesablayan alqoritmin blok sxemini tərtib edin. Deməli, burada gəldik, baxdıq. P bərabərdir 1, i bərabərdir. Gələk belə eləyək. Bu hasil hesablayır deyə biz burada verəcəyik. Bunu bağlayaq. Buradan gəlib belə eləyək də. Deməli, başlanğıc. Başlanğıcdan sonra, başlanğıc verdikdən sonra biz gəlib burada nə edəcəyik? Başlanğıcdan sonra biz gəlib x-i daxil eləməliyik. X ədədi üçün. X-i daxil elədikdən sonra bizim burada P hasil hesablayır deyə P bərabərdir 1. Ondan sonra deməli sayğac üçün i bərabərdir 1 və bir də həddlər biri mənfi, biri müsbət gedir deyə k bərabərdir 1. Yəni bu işarəni dəyişmək üçün k-dan istifadə eləyəcəm. Bunları verdim və gəlirəm şərt qoyuram. Şərtdə gəlib deyirəm ki, proses hara qədər gedib? 59-a qədər gedib. Nə qədər ki, i kiçikdir bərabərdir 59-dan. I kiçikdir bərabərdir 59 olduqda deməli, buradan hə qoluna düşdük. Hə qolunda gəldik, nə dedik? Hə qolunda gəldik, dedik ki, P bərabərdir. P bərabərdir. P bərabərdir. P vurulsun, 1 vurulsun. I üstə gələk. I üstə gələk. K vurulsun, K vurulsun. X-in üstündə i. K vurulsun, X-in üstündə i. Düz yazdıqmı? 1 üstə gələk, 1 vurulsun, X üstü 1. Aha, bunu hesabladı. Bunu hesablayandan sonra gələcək K bərabərdir mənfi K deyəcəyik. K bərabərdir mənfi K. Və gəlib buradan i'ləri də hər dəfə 2 vahid artırıb. I bərabərdir i plus 2 deyəcəyik. Və bunları icra elədikdən sonra gəlib nə edəcəyik? Bunu qaytaracağıq şərtə, prosesi dövr elətdiririk. Prosesi dövr elətdirdikdən sonra gəlirik burada yox qolunda P-ni çıxışa veririk. P-ni çıxışa verdikdən sonra prosesi sonlandırırıq. Bu da olur 90-cı sualımızın izahı. Belə yoldaşlar, demək olar ki, bütün sualların təhlilinə baxdıq. Mən suallara əvvəlcədən hazırlaşma imkanım olmayıb deyə, yəni nəsə ola bilər, diqqətsizlik falan səhvlər eləmiş ola bilərik. Nəsə səhvimiz olarsa, yorumlarda qeyd eləyərsiniz. Ümidvaram ki, hər biriniz üçün faydalı olar. Ümumilikdə qiymətləndirsək, normal sınaq idi. Bundan əvvəlki blok sınağı ilə müqayisə eləsək, bu əvvəlki OTK sınağından daha rahat kimi görünürdü. Ümidvaram ki, hər birinizə faydalı olar. Kanalımıza abunə olun, videomuzu bəyənib paylaşmağı unutmayın ki, sınaqda iştirak edən hər bir şəxs bu izahlardan faydalana bilsinlər. Diqqətinizə görə çox sağ olun, hələlik.